Ziyafət Abbasova, Teymur qızı, 14-10 1972-ci ildə Gürcüstanda doğulub. Ali təhsilli riyaziyyatçıdır, Azərbaycan vətəndaşıdır, Azərbaycanda yaşayır. Qələndər Aslanov, Məmmədəli, 21-6-1963-cü ildə Goranboyda doğulub. Ali təhsilli mühəndisdir, Azərbaycan vətəndaşıdır, ailəlidir, Goranboyda yaşayır. Valih Əliyev, Ümmətoğlu, 13-9-1954-cü ildə Salyanda doğulub. Ali təhsilli mühəndisdir, Azərbaycan vətəndaşıdır, Salyanda yaşayır. Ruslan Fərzəliyev, Sədrəddin oğlu, 6-11-ci ay 1990-cı ildə Sabirabadda doğulub. Ali təhsilli hərbisidir, Azərbaycan vətəndaşıdır, Azərbaycanda yaşayır. Tural Mikayılov, Mais oğlu, 28-6-cı ay 1991-ci ildə Lerikdə doğulub. Natamam ali təhsilli sənətşünasdır, Azərbaycan vətəndaşıdır, Almaniyada yaşayır. Məqsəd Mirzəyev, Arif oğlu, 1967-ci ildə Qazaxda doğulub. Ali təhsilli təsərrüfatçıdır, Azərbaycan vətəndaşıdır, Azərbaycanda yaşayır. Əvəz Məmmədov, Musa oğlu, 14-10 1970-ci ildə Azərbaycanda doğulub. Ali təhsilli pedaqoqdur, Azərbaycan vətəndaşıdır, ailəlidir, Azərbaycanda yaşayır. Ağaxan Abuşov, Əlxas oğlu, 24-6 ay 1965-ci ildə Masallıda doğulub. Ali təhsilli maarifçidir, Azərbaycan vətəndaşıdır, Rusiyada yaşayır. Elxan Yusifov, Oruc oğlu, 31-12 ay 1950-ci ildə Daşkəsəndə doğulub. Ali təhsillidir, Azərbaycan vətəndaşıdır, Azərbaycanda yaşayır. Sultani Rzayev, Oruc Əliyeviç, 3-2 ay 1964-cü ildə Astarada doğulub. Ali təhsilli mühəndisdir, Rusiya vətəndaşıdır, Rusiyada yaşayır.